Salam değerli izleyicilerimiz, her vaxtınız xeyir. Bugün sizə şəxsi təmir olunmuş, gözəl bir 3 otaqlı, kubçalı bir mənzil çəkib təqdim edim. Çəkişə başladıq qonaq otağından. Hamınızın bir daha bayram təbrik edirəm. Hazır bayram süfrəsi açılıb. Bax, belə bir qonaq otağıdır. Mənzil əşya satılır, kubçası var. Ümumi sahəsi 108 kvadratdır. Qanuni 3 otaqlı mənzildir. Mənzilimizin bax, belə bir dəhlizi. Burada uşaq otağıdır. Mənzilimiz kombi sistemi ilə qızdırılır. Təmiri idealdır. Xırdavan şəhərində düz 2 və 9 nömrəli məktəbləri yanında 18 mərtəbəli binanın 14-cü mərtəbəsində yerləşir. Bu baştan deyim ki, blokda özlərinin ayrıca şkafı var. Burada gördüğünüz kimi giriş qapısıdır. Giriş qapısından solda bax, belə bir şkaf. Bütün metal aksiyələr istif oldu. Evin damofonu var. İnterneti var. Buradaki 3-cü otaqdır. Bax, belə bir 3-cü otaqdır. Uşaqlara görə pəncərələrin dəmir rəşatkaları vurulub. Mən sizə göstərim. Bir daha. Bax, burada Heydər Əliyev parkıdır. Düz Heydər Əliyev parkıdır. Qabaqda Sultan Şahlar Sarayıdır. Yəni, bir sözlə tam mərkəzdədir. Tam mərkəzdə. Bina 24 saat mühafizə olunur. Binanın 2 dənə lifti var. Qaz, su, işıq daimidir. Özünün böyük parkovkası var. Düz 2 və 9 nömrəli məktəblərin yanında. Keçildi mətbəxə. Evimizin mətbəxi, iri mətbəxi var. Çalışıram hər tərəfi sizə göstərim. Bax, iri mətbəxdir. Bax, bu da ki eyvanı. Bax, bu da eyvan. Bax, bura dəmir rəşatka vurulub. Bax, burada da ki arxada ki cam balkondur. Mesela bir daha göstərirəm. Heydər Əliyev parkıdır. Sultan Şahlar Sarayıdır. 3 nömrəli məktəbdir. Bağça deyən bir sözü tam mərkəzdə. Düz şərqidə marşrutda da tam binanın yanından keçir. Binanın altında iri Araz marketdir. Qaldı bir dənə hamamla ayaq yolsu. Qiymət 185.000 manatdır. İndi real alıcıda Allah qoysa ev sahibi özü razılaşacaq. Bu da ki hamamla ayaq yolsudur bir yerdə. Bax, belə şəxsi təmir olunmuş hazır kubçalı mənzildir. Kim alsa Allah xeyir versin.